Buqa, Günahkar sən şahidi olmusan, canlı şahidi olmusan. O Xorvatiya oyununda o dabanla pası. Orada təqsir kimdə idi? Kamran Ağayev də palçıqda. Orada baş məşqçiyə təqsir. Çünki bunu oynadırdı. Başa düşdünüz. Təqsir ondaydı ki, yəni bunu niyə oynadı sənə? İki pas versin ora. Başa düşdünüz. Çin oyuncusu. Özdə. O Xorvatiya ilə. Xorvatiya ilə oyunda. O dəhşət idi. Hava biraz başladı yavaş-yavaş özü yağış Get-gedə bir sənətər artdı, yağır. get-gedə artdı. Yavaş-yavaş narın əsl o angliski havada patkat edirsən, uçursan, pas verirsən top şiddətli. O var idi ki, orada otursan hamısı palçıq idi. Biri var patkat edirsən belə şimal kimi qol vurandan sonra xaricdə da belə şey edirsən. Qəşəng edirsən. Orada bir qol vurandan sonra belə dalus da belə bir sürüşəndə elə bir koç Trambolin üstünə keçsən də belə baxırdım paran yoxdur başa düşdün. Kim oyuncusuq? Karaçı Kamran da durub qapıda. Yağış başladı birdən-birə başladı atmağa. Zeki lopa. 82 Maroz da var ha, maroz da var. Soyuq da var. Şaxta çox şax. Təsəvvür elə 5 dəqiqənin içində elə yağış yağdı ki, stadion bildiyin oldu Lujada su. Ot da yox idi. Ot da yox, bütün su drenaj yox, Gəl palçıq. oyna da orada. Pas verə bilmirsən. 5 Ancaq metr qaldırsan, belə, atırsan. 1 metr belə pas atırsan, top suyun içində elə bir dənizdə oynayırsan. Topun altından da belə qaldırırdıq, biraz yuxarı. Çimərli futbol kimi. Getdi o tərəfə, bam, suya düşür. Onlar oradan qaldırıb vurur. Bir dənə ştrafın oyunumuzun içində balaca elə bir 3 kvadratlıq yer var. Yaşıllıq var. Amma orada da. Yaşıllıq. Pas gəldi, düşdü Gözümün belə. qabağında deyil özü mənim. Mənim Mən də gözümün stoper oynayıram, qabağında. eşitirsən? Gəzələrində ona görə Azərbaycan futbolu yoxdur. Da Azərbaycanda aynen benim belə getdi. Təzdən başlayacaq mənim yazma. Mesela Kamran da durub qapıda. Gəldi top düşdü belə qabağıma ştrafın başında. Oyuncular da görürlər axı ki, üstünə getmək lazımdır. Mənə lazımdır. Hələ topu qaldırana kim altından, vurana qədər 1-2-3 saniyə gedəcək. Top suya düşən kimi su üstünə belə olsun. Ki atakan qururuq. Biz də ki atak qurmaq istəyirik. Gördüm 2 nəfər Modric oynayırdı onda Xorvatiya. Oynayırdı. Deyəsən var idi. Ondan sonra çıxardan üstüme bir sene atar gəlir. Buradan da çata bilmirəm. O qədər bomba olub ki, yəni Modric var, yox, Necler. Niyə sən var idi? Özə külət aparır, yağış. Kamran belə elədi, Lars 9. Bax belə baxdanca, bax belə baxdı, getdi gizi var otu. 3 dolardan çıxıb müəllim qayıtçıya baxarsan. Mələttin bizi ağlar qoydu. Orada nə baş verdi ki, sən özünü doğrudan ulduz saydın orada. Dedin, bu mənim momentim. Ya Kamran'a xeyir oldu bu. Bilmirəm, Kamran oradan daldan verdi ki, ver mənə, ver çıxardım. Yəni orada mən ona pas verəsi deyirəm, yer Lujadır. Fikirləşməyə də sahib Amma əslində Kamran da səhv elədi. Gəlib götürməli. Orada şap dayanmırsan ştanqanın altında. Gəl bir çıxdı. Yox, vura otoda, vura oto. Vura oto və yoxsa Kamran reaksiyasını gözləyirəm, hörmətli. O qolla bağlı, o hesabla bağlı Kamran. Orada gözləyirik Özü Kamran. də burada yoxdur, hamısını atırıq olsun. Kamran orada deyəsən dedim ha ki, belə eləməm. İndi Kamran gələndən sonra, Kamran gələndə oturacaq iki qardaş burada. Söhbət bizə nəyə fırlanacaq? Bu qardaş. Bu qardaydı. Bu qardaş yol olmamışam. Top itirdi topu, ondan sonra gəldi. Onda bizdə kimsə Dağıstanlıdan oynayan var idi onda. Var idi uşaqlardan kimsə.